Tamam dostlar, derslerimiz devam ediyor. Bugünkü dersimiz polimorfizm. Polimorfizm nedir ve ne üçün istifadə olunur? Polimorfizm OEP içərisində ən maraqlı ada sahib olan, lakin çox sadə bir xüsusiyyətə malik olan bir kod blokudur ki, biz bundan müxtəlif yerlərdə daimi istifadə edəcəyik. Polimorfizmlər çox forma almaq deməkdir. Yəni bir funksiyanın müxtəlif klasslar tərəfindən fərqli şəkildə işlənməsidir. Məqsədi isə eyni funksiyanın fərqli davranışlarla işlənməsini təmin etmək və kodu daha dinamik, genişlənə bilən və yenidən istifadə oluna bilən etməkdir. Polimorfizmlər iki hissəyə bölünür. Statik və dinamik polimorfizmlər. Statik polimorfizmlər proqramlaşdırma terminində müəyyən zamanlar compile time kimi də işlənir. Yəni compile time da deyəndə, yəni onu statik polimorfizm nəzərdə tutmalıyıq. Dinamik polimorfizmlər isə runtime-da olur. Yəni bunların bir-birindən fərqləndirən xüsusiyyətləri statik polimorfizmlər funksiyanın adları eyni, amma parametrləri fərqli olanda yaranır. Lakin dinamik polimorfizmdə funksiyanı override edəndə yaranır. Yəni biz inheritance-dən istifadə edəndə bir funksiyanı override edirik və həmin funksiyanın içərisində digər əməliyyatlar aparırdıq. Bax burada da biz polimorfizmdən istifadə edəcəyik. Bunu sadə olaraq primitiv bir misal üzərində işləyək və bizi daha da dərsimizi aydın başa düşək. Məsələn, mən burada bir riyaziyyat adında klass yaradırım. Riyaziyyat. Baxın dostlar, mən bu klasın içərisində sadə olaraq bir vurma funksiyası yaradıram və içərisində də x int olsun və y int olsun. Bir dənə dəyişən tanıdıram. Bu mənə də geri dönüş qaytarsın int tipində. Yəni tam ədəd tipində mənə geri dönüş qaytar. Burada da qeyd edirəm, return yazıram, x vuraq y. Və ikinci, yenə də eyni adda, məsələn yazıram fan, vurma. Burada qeyd edirəm x int tipində. Gəlin buna yazaq. A int tipində olsun. B int tipində olsun. D int tipində olsun. Sadəcə burada bir məsələ var. Ona görə də bunların, yəni biz dəyərlərini mən burada x də yaza bilərdim. Bu məndə heç bir problem yaratmır. Baxın, mən x, y yazsam və burada da məsələn tam z yazsam heç bir problem yoxdur. Sadəcə bunları bir-birindən fərqləndirmək və siz dərsi daha yaxşı başa düşməyiniz üçün etdim. Yəni onu yazmaqda indi dəyişdim ki, yəni heç bir problem yoxdur. Burada da return edək. X vuraq, y vuraq, tutalım ki z. Baxın dostlar, mən eyni adda iki dənə funksiya yarattım. Lakin birinin içərisində sadəcə iki dənə parametr var. Birinin içərisində isə 3 dənə parametr. Artıq main activity içərisində tutalım ki, mən burada yazıram var riyaziyyat və burada riyaziyyat klassını obyektini yaradıram. Burada qeyd edirəm. Riyaziyyat nöqtə yazıram. Vurma tutalım ki 5 vuraq 6. 5 6. Baxın dostlar, ikinci olaraq da riyaziyyat vurma. Burada yazıram 5 6 tutalım ki 7. Baxın dostlar, mən burada bir addan, bir funksiya adından istifadə elədim. Lakin içərisində müxtəlif parametrlər verdim. Birində 2 dənə parametr verdim, digərində isə 3 dənə parametr. Artıq bunları mən çapa versəm, riyaziyyat vurma. Gəlin bunu bu cür eləyək daha maraqlı. Da yazıram. Var riyaziyyat vurma 1 olsun. Burada da olsun. Var vurma 2. Və burada da vurma 1'i printline edək. İkincisi isə printline edək vurma 2. Bunu run edirik. Baxın dostlar, indi bizdən çapa verəndə birinci ilk olaraq vurma 1'i çapa verəcək. İkinci olaraq isə vurma 2'ni çapa verəcək. Proqram işləsin, run olsun. Aha. Baxın, birincini işlətdi və ikincini işlətdi. Əsas məsələ nə oldu? Əsas məsələ oldu ki, biz
bir adlı funksiyadan müxtəlif yerlərdə istifadə edə bilər. Sadəcə içərisindəki parametrlər burada ola bilsin. Məsələn, bir addan 10 dəfə də istifadə edə bilərik. Sadəcə içərisində məsələn tutalım ki, burada tam ədədlər versin və yaxud da ki, burada kəsrli ədədlər versin və yaxud da içərisində parametrlər birdən çox olsun, 2-dən çox olsun, 3-dən çox olsun. Yəni eyni addan istifadə edərək biz müxtəlif parametrlər alaraq bundan istifadə edə bilərik. Buna da polimorfizmin statik polimorfizm deyilir və demək olar ki, çox zaman istifadə olunur. İkinci olaraq isə dinamik polimorfizmdir. Dinamik polimorfizmdə əsas məqsəd ondan ibarətdir ki, məsələn biz inheritance-dan istifadə edəndə nə edirik? Bir funksiyanı override edirik. Burada belə bir şey edək ki, sizlər daha da onu yaxşı anlayasınız. Tutalım ki, mən burada yazıram bir dənə animal class yaradıram və içərisində də bu cür məsələn tutalım ki, işlər görürəm. O yazıram. Fun olsun. Əzəli mərtəzəmizə. Print line edirik. İçərisində də yazaq ki, heyvanlar təsarruf. Və ikinci olaraq burada digər bir class yaradaq. Məsələn, cat klassı olsun. Bu da animal klassından, yəni heyvanlara aid olduğunda animal klassından miras alsın. Və burada da eyni prinsiplə. Baxın animalda. Mən gəlirəm üzərinə, alt enter tıklayıram. Alt enter tıklayandan sonra burada mənə göstərəcək ilk olaraq biz animal klassını open eləməliyik. Artıq open olandan sonra artıq bura gəlir. Və ikinci olaraq da burada mənə istəyir ki, bunun boş konstruktorunu yaradım. Yəni boş konstruktor yaratmaq mütləqdir ki, bunun içərisindəki hər hansı bir dəyişənlər, parametrlər, yəni olanda biz bunları burada istifadə edə bilək. Boş konstruktorunu yaradandan sonra və burada da məsələn yazıram fun olsun sound və belə bir şey deyək. Baxın dostlar, bunu mənə edəndə burada məndə yenə error göstərir. Error göstərir. Gəlirəm üzərinə, alt enter tıklayıram. Alt enter tıklayanda mənə bildirir ki, həmin bu klasın, bax bu funksiyanı siz miras aldığınız klasın içərisində var. Bunu etmək üçün ilk öncə siz həmin klassdakı funksiyanı override eləməlisiniz. Mən burada override elədim. Baxın, ikinci olaraq mənə yenə error göstərir. Və burada yenə alt enter tıklayıram. Bildirir ki, həmin bizim burada aldığımız funksiya ki var, həmin klası biz open eləməliyik. Və burada yenə enter tıklayıram. Artıq buradakı bizim son funksiyamız bax open olur. Open olandan sonra artıq mən bu funksiyadan demək olar istifadə edə bilirəm. Üçüncü olaraq bir dənə də class yaradırıq. Tutalım ki, class olsun dog. Və burada da yenə animala aid olsun və burada da konstruktorunu yazırıq. Artıq bunun içərisində də yazırıq yenə. Fun, don't bəzəli möhtəzəmizi açırıq. Və burada da yenə eyni qaydada alt enter tıklayırıq və override edirik. Override edəndən sonra artıq buradakı bizim funksiyamız tamamlanır. Burada qeyd edək ki, məsələn, print line bura, məsələn, it ölür. Yox, burada pişik bir səs arır. Belə edək. Və burada da yazaq, print line edirik. It səs çıxarır. Və həmin bunlardan artıq biz obyektini yaradaraq istifadə edək. Obyektini yaratdıktan sonra bu da onları tam olaraq başa düşəcəyik. Məsələn, mən burada yazsam ki, var animal olsun 1 və burada cat klassını obyektini yaradaq. Animal. İkinci yaradaq burada var animal 2 yazaq. Burada da olsun dog class. Bunu da yaratdıq. Və burada qeyd edək. Tutalım ki, bizdə burada olsun ki, animal dili funksiyasını sonda qeyd edirik. Animal içində baxın dostlar, burada indi mən bunu run eləyəndə ekranda bizə nə görsənəcək? Əsas məqsəd burada məğzi başa düşmək. Məğzi başa düşəndən sonra siz tamamilə rahat şəkildə anlayacaqsınız ki, bunun əsas prinsipi nədən ibarət. Birinci olaraq pişik səs çıxardır, ikinci olaraq it səs çıxardır. Biz burada nə etdik? Animal klassı içərisində
2 dənə əlavə klass yaratdıq və həmin klassları animal klassından miras aldıq. Və həmin animal klassı içərisindəki bax bu funksiyadan istifadə edərək biz həmin funksiyalar üzərində digər öz əməliyyatımızı apardıq. Artıq buradakı əməliyyatlar aparanda biz bu funksiyanın içərisindəki çoxdan istifadə elədik. Lakin içərisində fərqli dəyişikliyi yapardıq. Məsələn, mən burada main activity içərisində yazım ki, var, məsələn, animal 3 yazaq və burada animal klassını çağırıram. Və burada da məsələn yazıram ki, animal 3 son dedək və bunu da devam edeyim. Bakın dostlar, buradaki animal son sırf animal klassı içərisindəki sondur. Bakın burada mənə göstərir. Heyvanlar səs çıxardır. Lakin burada digər ikincisindəki bax bu sonlar isə bu funksiyadan istifadə edir. Lakin özlərinin əsas işlərini icra edirlər. Buna da dinamik polimorfizm deyilir. Bax bu dinamik polimorfizmin əsas funksiyası bundan ibarətdir ki, eyni funksiyalardan, eyni adlardan istifadə edərək müxtəlif əməliyyatlar aparmaq. Artıq biz burada bir dənə funksiya yaratdıq. Həm bu funksiyanın içərisində biz pişiyin bir əməliyyatını aparırıq, həm də itin əməliyyatını aparırıq. Yəni burada əsas məqsəd eyni funksiya adından istifadə edərək 2 dənə iş görmək. Həmçinin də burada yüzlərlə, məsələn bir funksiyanın adından istifadə edərək yüzlərlə də iş görmək mümkündür. Sırf polimorfizmin, yəni sadə bildir, əsas olaraq 1-2 dəfə qulaq asın, özünüz praktika işləyin, ondan sonra tam olaraq məğzi anlayacaqsınız. Bugünkü dərsimiz bu qədər. Dərsi bəyəndiysə like etməyi unutmayın. Kanalımıza abunə olun, dostlarınızla paylaşın. Daha çox, yəni kanalda ən böyük problem odur ki, izlənmə var, lakin abunə sayı çox azdır. Xahiş edərdim ki, hər bir kəsdən, yəni köməklik etməyə, dəstək olmaq hər bir kəsdən istəyərdim ki, kanala abunə olsun və ən azından kiçik bir fikirlərinizi də kommentlərdə bildirəsiniz. Sağ olun, gələn dərs görüşənədək.